Biləsuvar rayonu Heydər Əliyev prospektində yerləşən topdan satış obyektlərində saxtalaşdırma əlaməti olan alkoqollu içkilər aşkarlanıb. Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin Şirvan Salyan regional bölməsi tərəfindən sözü gedən ünvanda Nağıyev Samir Nizami oğluna məxsus topdan satış obyektində plandan kənar yoxlama vətəndaş müraciət əsasında aparılıb. Yoxlama zamanı obyektin anbar hissəsində saxlanılan və ümumilikdə 270 ədəd saxtalaşdırma əlaməti daşıyan alkoqollu içki aşkarlanıb. Obyektin məsul şəxsi barəsində İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq protokol tərtib edilib. Daxil olmuş vətəndaş şikayəti əsasında Biləsuvar rayonu Heydər Əliyev prospektində yerləşən qida obyektində planlanan yoxlama zamanı 270 ədəd saxtalıq əlamətləri olan alkoqollu içkilər aşkar olunmuşdur. Saxtalıq əlamətləri tərəfimizdən həmin məhsula orqanetik baxış zamanı həmin məhsulun üzərində istehsalçının göstərilməməsi, o cümlədən böyüyünün göstərilməməsi və dolumunun müxtəlif fərqli olması ilə müəyyən olunmuşdur. Bu səbəbdən sahibkar barəsində İnzibati Xəta haqqında protokol tərtib olunmuşdur və o cümlədən həmin məhsul müvafiq saxlanıca verilərək, məhsuldan müvafiq nümunə götürülərək və laboratoriya təqdim olunmuşdur. Tərəfimizdən müvafiq araşdırma davam etdirilir və laboratoriyanın nəticəsindən asılı olaraq tədbirlər tərəfimizdən davam etdiriləcəkdir. İlqar Mustafayev, Xuraman Aydınqızı bugün informasiya proqramı üçün.